Şah İsmail belə deyək 13 yaşında Astarada olarkən Ərçivan kəndində olub. Qonşu hakimlər oranın hakimi Mirzə Məhəmməd Talış adında bir şəxs olur. Mirzə Məhəmməd Talışa deyirlər ki, o uşağı bizə verginən. Bu Lahıcanda olan əhvalat deyil ha. Lahıcanda olan əhvalat Şah İsmail körpə olanda olub. Mən dediyim isə Şah İsmail hərəkata başlayanda baş verir. Astarada bunlar hərəkata başlayırlar. Lahıcandan gəlirlər Ərdəbilə. Ərdəbildə anası Şah İsmailə məktub göndərir ki, Ərdəbilə girməginən. Bura problemdir, qarşılıqdır. Oradan Ərdəbilə Şah İsmail dönür Astaraya. Astaradan da Ərzincana gedir, Anadoluya. Yol üstü Astarada qışlayırlar. Və qonşu hakimlər, şahın düşmənləri Mirzə Məhəmməd Talışa xəbər göndərirlər. Sən o uşağı ver bizə, biz sənə Ərdəbil hakimliyin və demək olar ki, Azərbaycanın bu cənub hissəsinin hakimliyin verəcəyik. Qızıl zinət əşyalarda öz yerində. Mirzə Məhəmməd Talış çox fikirləşir, axırda belə bir cavab göndərir. Deyir, axirətin dünyasına satmaq Talışın qeyrətinə yaraşan hal deyil.